Salam, hörmətli tələbələr. Bu videoda Blackboard platformasının ən vacib hissələrindən biri olan naviqasiya paneli ilə tanış olacaqsınız. Blackboard-a daxil olduqdan sonra ekranın sol tərəfində yerləşən bu panel sizin əsas idarəetmə mərkəzinizdir. Demək olar ki, gündəlik istifadə edəcəyiniz bütün bölmələr bu panelin içərisində yerləşdirilmişdir. Ona görə də ilk növbədə bu paneli yaxşı tanımaq, gələcəkdə platformadan daha rahat istifadə etməyinizə kömək edəcək. İndi isə gəlin bu bölmələrə bir-bir nəzər salaq. İlk olaraq panelin yuxarı hissəsində yerləşən profil bölməsini görürük. Bu bölmədə sizin adınız, soyadınız əks olunacaqdır. Bu hissə sizin şəxsi hesabınızla bağlı bütün əsas məlumatların toplandığı yerdir. Buradan profil məlumatlarınızı nəzərdən keçirə, lazım gəldikdə onları yeniləyə, həmçinin hesabınızın bütün məlumatlarını, vacib ayarlarını dəyişə bilərsiniz. Blackboard-dan istifadə etməyə başlamazdan əvvəl profil məlumatlarını düzgün ayarlamaq sizin işinizi asanlaşdıracaq. Növbəti bölməmiz fəaliyyət bölməsidir. Fəaliyyət bölməsinə daxil olduğunuzda siz ekranın üzərində bugünə qədər Blackboard üzərində apardığınız bütün dəyişikliklər və bütün kurslarda olan yeniləmələrlə yaxından tanış ola bilərsiniz. Bunu Blackboard-un gündəlik yeniliklər səhifəsi kimi də düşünə bilərsiniz. Platformada baş verən son dəyişikliklər, yeni tapşırıqlar, elanlar, qiymətləndirmələr və digər yeniliklər bu hissədə toplanır. Hər dəfə Blackboard-a daxil olduqda bu bölməyə qısa nəzər salmaq sizə heç bir yeniliyi qaçırmamaq üçün imkan tanıyacaq. İndi isə gəlin fənlər bölməsinə baxaq. Burada üzv olduğunuz bütün fənlər bir yerdə göstərilir. İstənilən fənni seçərək həmin kursun məzmununa daxil ola, müəllimin paylaşdığı materialları işləyə və dərslərinizi izləyə bilərsiniz. Blackboard-da ən çox istifadə edəcəyiniz bölmələrdən biri məhz fənlər bölməsi olacaqdır. Növbəti hissə isə təqvimdir. Əgər müxtəlif fənlər üzrə bir neçə tapşırığınız varsa, bu bölmə işinizi xeyli asanlaşdıracaq. Burada qarşıdan gələn vacib tarixləri həm tarixlər üzrə, həm də saatlar üzrə birlikdə görə və işlərinizi əvvəlcədən planlaşdıra bilərsiniz. Gördüyünüz kimi burada həm cədvəl, həm də son tarixlər üzrə bütün məlumatlara baxa bilərsiniz. Eyni zamanda təqvimdə irəli gedə bilərsiniz və geri qayıda bilərsiniz. Və təqvimi istəsəniz günlər, istəsəniz aylar üzrə də görmək mümkündür. Təqvimdən müntəzəm istifadə etmək sizə son tarixləri qaçırmamağa kömək edəcək. Bundan sonra mesajlar bölməsi var. Blackboard daxilində müəllimlər və digər istifadəçilərlə yazışmalar məhz bu mesajlar bölməsi vasitəsilə həyata keçirilir. Əgər sizə yeni mesaj göndərilərsə və ya müəlliminizlə əlaqə saxlamaq istəsəniz, bunu mesajlar bölməsi vasitəsilə rahatlıqla edə bilərsiniz. Gəlin hər hansı bir kursa daxil olaq və onun mesajlar bölməsinə baxaq. Gördüyünüz kimi burada yeni mesaj yarat hissəsi var. Siz həmin bölməyə klikləyəndə mesajı kimə göndərəcəyinizi qeyd edirsiniz. Ondan sonra aşağıda sizin üçün verilmiş pəncərədən istədiyiniz mesajı qeyd edib göndər düyməsini klikləyə bilərsiniz. Növbəti isə qiymətlər bölməsidir. Tapşırıqlarınız yoxlandıqdan və qiymətləndirildikdən sonra nəticələrinizi siz bu hissədə rahatlıqla görə bilərsiniz. Gördüyünüz kimi burada bəzi tapşırıqların adları qeyd olunub, sağ tərəfdə isə həmin tapşırıqlar üzrə verilmiş qiymətləri görə bilərsiniz. Eyni zamanda müəllimin yazdığı rəy və geri bildirimlər də bu bölmədə görünə bilər. Buna görə də qiymətləndirilmədən sonra bu hissəni yoxlamağı vərdiş halına gətirməyiniz sizin üçün çox faydalı olar. Daha sonra alətlər bölməsini görürük.
Bu bölmədə universitet tərəfindən Blackboard-a əlavə edilmiş müxtəlif xidmətlər və akademik alətlər yerləşə bilər. Gördüyünüz kimi alətlər universitetin istifadə etdiyi sistemlərdən asılı olaraq dəyişə bilər. Gələcək videolarda biz bu bölmə haqqında daha geniş və ətraflı məlumatı sizə təqdim edəcəyik. Və nəhayət, panelin ən aşağı hissəsində çıxış seçimi yerləşir. Xüsusilə ümumi istifadə olan kompüterlərdə işləyirsinizsə, işinizi tamamladıqdan sonra hesabınızdan çıxış etməyiniz hesabınızın təhlükəsizliyi baxımından çox vacibdir. Beləliklə, dəyərli tələbələr, bu videoda biz Blackboard-un naviqasiya paneli ilə tanış olduq. Bu panel platformada istifadə edəcəyiniz demək olar ki, bütün əsas bölmələrə çıxışı sizin üçün təmin edir. Onu nə qədər yaxşı tanısanız, Blackboard-da işləmək də sizin üçün bir o qədər rahat olacaq. Növbəti videoda Blackboard platformasının digər vacib funksiyalarını birlikdə öyrənəcəyik. İzlədiyiniz üçün təşəkkür edirəm. Sizə uğurlar arzu edirəm. Təşəkkürlər.